Aksu rayonunun Girdiman çayının keçdikdən sonra üzü Aksu şəhərinə gedən yolda bu magistral yolun bir neçə hissəsində bərbad vəziyyətdə yol mövcuddur. Aksu rayonun Yol İstismar İdarəsi ümumiyyətlə bu yola nəzər diqqət etmir. Avtomobilləri idarə edən şəxslər, sürücülər bundan çox narahat. Bax, qarşıda gördüyünüz yolun vəziyyəti. Bu yolun sürət həddi 70 və yaxud da 90 tələb olunur. Amma bu sürətdə sürmək mümkün deyil. Böyük dərin çuxurlar yaranır. Buna da səbəb Girdiman çayından daşınan çay daşları ağır yük, tonlajlı yük maşınları bu vəziyyətə gətirib çıxardıbdır. Bununla da qənaətə gəlmək olar ki, ağır tonlajlı yük maşınları çəkidən artıq yük aparırlar. Bu da nəticə etibarilə yolun bu belə bir vəziyyətə düşməsinə səbəb olur. Bərbad bir vəziyyət. Aksu rayon Yol İstismar İdarəsi bura yeni bir asfalt döşəsin və yaxud da çuxurları asfalt örtü ilə təmin etsin. Yenilik kəndinin ərazisidir. Gördüyünüz kimi yük maşınları çay daşını daşıyır. Bax, bu yollar da belə bir vəziyyətə düşmüş olur. Belə yol olar. Belə yol olar. Çuxura bax. Dərinliyinə bax.